Değerli şagirdlər, deməli bugünkü sınaq, üçüncü sınağımız mövzulara nələr daxildir, hansı mövzular, yəni sınağa hansı mövzular daxildir, düzxətli hərəkətdən sürtünməyə qədər, bir də ikinci hissədən, toplu ikinci hissədən elektrik yükü, elektrik tutumu, yəni kondensator, bir də sabit elektrik cəryanı mövzusu. Başlayırıq sınağımıza. Sınağımızın izahına. Yenə də deyirəm, nə edirsiniz? Hər dəfə biz belə sınaqları paylaşdıqca siz bu sınağı birinci özünüz edirsiniz. Bu sınaqlarda olan səhvləri yeni bir dəftər götürürsünüz. O dəftərdə qeyd edirsiniz və qəbul imtahanı günündən 2 gün, 3 gün qalmış təkrar eləmək üçün elə bu səhv olan sualları, elə dəftərləri vərəqləsəniz, ümumi təkrar etmiş olursunuz. Başlayırıq. Birinci sınaq, birinci sual, sınağın birinci sualı. Təpələrində şəkildə göstərilən nöqtəvi yüklər var və orada yükə təsir edən əvəzedici qüvvə hansı istiqamətdə yönələr deyir. Aha. Biz bilirik ki, baxın burada bu mənfi yükdür. Bu da mənfi yükdür. Müsbət, müsbət, ortada da bir müsbət yük var. Onda bu yüklər arasındakı bu qüvvə, kolon qüvvəsini bilirik ki, müsbət yükü nə edir? Özünə müsbəti dəf edəcək. Burada da bu müsbəti dəf edəcəkdir. Qaldı bu qədər. Bax, bu getdi. Bu yükü də baxdı. Mənfi Q yükü bu müsbət yükünü özünə cəzb edəcək. Bu mənfi Q yükü müsbət Q yükünü özünə cəzb edəcək. Onda yekun hansı tərəfə oldu? Yuxarı. Birinci A variantı. Hansı qüvvənin təsiri ilə bir disk yalnız irəliləmə hərəkəti edə bilər? Biz demişdik ki, cisim həm irəliləmə hərəkəti edə bilər, statikada öyrənmişdik, statikanın girişi, bir də fırlanma hərəkəti edə bilər. Əgər qüvvənin təsir xətti fırlanma mərkəzindən keçərsə, ağırlıq mərkəzindən, onda bu irəliləmə hərəkəti edəcək. Baxın, görürsünüz mü? Baxın, bu qüvvənin təsir xətti mərkəzdən keçdiyi üçün onda bu yalnız irəliləyər. F1, ikinci daş. Üçüncü sual, hansı nöqtədə cismin tam mexaniki enerjisi dəyişməz? Tam mexaniki enerji düstur olaraq Y kinetik plus Y potensialdır. Və deyir ki, cisim çevrə üzrə bərabər sürətli hərəkət edir. Baxın, şərtdə baxın. Cisim çevrə üzrə bərabər sürətlə hərəkət edir. Biz bilirik ki, cisim əgər çevrə üzrə hərəkət edirsə, kinetik enerji neyər? Dəyişməz. Onda ən kiçik olması, tam enerjinin ən kiçik olması potensialın ən kiçik olmasıdır. Ona görə də potensial enerji düsturu nədir? MJ-H. Onda iki nöqtəsindəki yerlə hündürlüyü fikir verirsinizmi? Budur. 3 nöqtəsində daha çox, 4 nöqtəsində daha çox. Onda ən kiçik yerə yaxın potensial enerjisi ən kiçik olar. Onda tam enerjisi də ən kiçik olacaq. Bakı yox. İkinci, yəni dadaş. Dördüncü sualda deyir ki, sabit dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçikdir. Əgər dartı qüvvəsi kiçikdirsə sürtünmə qüvvəsi, deməli cisim yavaşır. Yavaşmalıdır. Biz bunu bilirik. Yavaşan hərəkətdə də V0 çıx, AT qrafikinə görə, tənliyinə görə bu C variantı olacaqdır. Beşinci sual. Ədədi qiymətdə alfa bucağının tangensinə bərabər olan fiziki kəmiyyətinin vahidi hansıdır? Birinci burada tangens alfanı tapırıq. Tangens alfa qarşı tərəf, yəni alfanın qarşı tərəfi nədir? F-dir. Alfaya bitişik tərəf nədir? Q oxunur.
Onda tangens alfa bizim üçün olacaq. Deməli, tangens alfa qarşı F-dir, bitişik Q-dur. F böl Q-ya da nə demişdik? İntensivlik. İntensivliyin də həmən fizik əməliyyatında vahidi Newton böl Coulomb. Newton böl Coulomb'umuz yoxdur. Nə demişdik? İntensivlik həm də U böl D-dir axı. Həm də vahidi volt böl metrdir. 6-cı sualda nə deyir bizə? Sabit gərginlik mənbəyindən açılmış müstəvi hava kondensatoru elektrik sahəsinin enerji sıxlığını lövhələrin sahəsindən asılı qrafiki. Yükləndikdən sonra sabit gərginlik mənbəyindən açılmış, baxın görürsünüz, xətt çəkirik. Əgər sabit gərginlik mənbəyindən açılıbsa, onda bu kondensatorun yükü sabit deməkdir. Yük sabitdirsə, enerji sıxlığının düsturu Q kvadratı böl 2 epsilon 0 S'in kvadratı idi. O da necə asılı? Tərs kvadratik asılıdır. Yəni, tərs asılı. Hiperbola olacaqdır. 7-ci sualda protonun istiqaməti hara gedər, elektronun hara gedər? Baxın, bu elektrik sahəsi istiqamətləri hara doğrudur? Sağa doğru. Elektrik sahəsi istiqaməti nə demişdik? Sol tərəf müsbətdir, sağ tərəf mənfidir. Onda proton müsbətdirsə, hara doğru gedər? Mənfiyə doğru. Yəni, proton sağa, elektron mənfidirsə, sola doğru hərəkət edər. Ona görə də proton sola yox, proton sağa meyl edər, elektron sola meyl edər. C variantı. 8-ci sual elektrik yükünə aiddir. Elektrik yükü mövzusuna, elektrik sahəsi. Q1 yükünün, yəni baxın, Q1 yükünün Q2 yükünə, yəni 4Q yükünə təsir etdiyi qüvvə F-dir. Baxın, bu müsbət yük, bu müsbətə bir F qüvvəsi ilə dəf edir. Newtonun 3-cü qanununa görə, əgər F qüvvəsi ilə bir cisim digərinə təsir edirsə, həmən cisimdə F qüvvəsi ilə digərinə təsir edər. Yəni, qarşılıqlı təsirlər nədir? Bərabərdir. Nə demişdik? Bunlar həmən hansı qüvvədir bu? K, Q1, Q2 böl R kvadratı olan qüvvə. Yəni, cavab olaraq Y variantı olacaqdır. Yükü şaquli qaldıran zaman kanatın gəlmə qüvvəsi ağırlıq qüvvəsindən 3 dəfə böyükdürsə, yükün təcilini hesablayaq. Deməli, nə demişdik? Yükün deyir, şərtdə bunu deyir. Gəlmə qüvvəsində T deyək, bərabərdir 3 mg. Və biz də belə bir cismi, kanatı qaldırırıq. T qaldıranda gəlmə qüvvəsi nə demişdik? Yuxarı, ağırlıq da aşağıdır. Onda şərt deyir ki, bu T 3 dənə mg-dir. Onda biz əvəzləyici qüvvəyə desək ki, F əvəzləyici neçə? 3 mg çıx mg. O da nə? 2 mg. Nə demişdik? Əvəzləyici MA-dır. Əvəzləyicini də tapdıq. Axı qüvvələr əks istiqamətlidir. Əvəzləyici qüvvə çıxacaq. Onda 2 mg-miz MA-dırsa, M-lər də getdi. A 2R-dir. O da 20 metr böl saniyənin kvadratı olacaqdır. Növbəti sual. Növbəti sual. 10 sual bu çevrəyə qayışlı ötürmə. Qayışlı ötürmədə biz demişdik ki, bir dənə period radiusla düz asılıdır. Sürətlər qayış üzərində bərabər, qalanları da radiusla tərs asılıdır. İndi bizdə şərtdə bunun radiusu R-dir, bunun radiusu 2R-dir. Onda tezliklə də necə mütənasib? Tərs asılı olmalıdır. Əgər birincinin tezliyi, baxın birincinin tezliyi, kiçik diskəni birinci 360-dırsa, tərs asılda, bu 3R-dir. Baxın, şərtdə 3R deyir, mən 2R yazmışdım, 3R. 3 dəfə böyüyübsə, əgər, baxın, birdən 2-yə geçdikdə 3 dəfə böyüdüsə, onda N 3 dəfə kiçilər, onda olacaq
bunun tezliği yani n2'si 120 olacaktır. Çünkü n1'i 360 ise bu belə olacaq. Və böyük cismin fırlama tezliği nə qədər olacaqdır? Hə. Birinci nə verib? 360 dövr böl dəqiqə, amma dövr böl saniyə ilə istəyir. Yəni mən nə tapdım? 120 dövr böl nə? Dəqiqə. Dəqiqəni saniyəyə çevirsək 60 saniyə. Yəni 120 dövr bölünsün 60 saniyə. O da olacaq 2 dövr böl saniyə. O da A variantı. 11. İkinci qüvvənin proyeksiyası nəyə bərabərdir? İkinci qüvvənin proyeksiyasıdır. Nəyə bərabərdir? İkinci qüvvənin proyeksiyası. Birinci olaraq, əgər biz bilirik ki, A əvəzləyici qüvvə M Newtonun ikinci qanunu nədir? F əvəzləyici M vur A'dır. İndi bizdə də vektora görə görürük ki, F2 F1-dən böyükdür. Onda F2-nin modulu çıx F1-in modulu bərabərdir nə? M vur A'dır. F2 deyək ki, X F1 X çıxılsın 4 bərabərdir MA, yəni 2. Onda X neçə Newton? 6 Newton olacaqdır. O da A variantı. İkinci sual. Ümumdünya cazibə qüvvəsi nədir? Biz bilirik, eləmi? Biz ümumdünya cazibə qüvvəsini bilirik. Ümumdünya cazibə qüvvəsini bilmək üçün də nə yazmalıyıq? Düstur yazmalıyıq. F vurulsun R'in kvadratı, M1 vur M2. Biz nə demişdik? M1, M2 hər ikisinə 1 kilogram qoysaq. M1 ilə M2. Onda bura 1 qoysaq, radiusa da 1 metr qoysaq. Yəni, radiusun yerinə də 1 metr qoysaq, onda M-i yerinə 1, M kütləsi buna 1 kilogram, M2 də 1 kilogram, radius da 1 metr. Onda mən baxıram ki, J nəyə bərabər olur? F-ə bərabər olur. Onda nə deyə bilərik? Nə zaman F-ə bərabər oldu bu cazibə sabiti? Arasında 1 metr, hər birinin kütləsi 1 kilogram olan cisimlər arasında ki, cazibə qüvvəsinə bərabər olan fiziki kəmiyyətə bərabərdir. Deməli, hər birinin kütləsi 1 kilogram olan iki nöqtəvi cisim arasındakı cazibə qüvvəsinə bərabər xeyr. Arasındakı məsafəni də bildirməlidir bu. Hər birinin kütləsi 1 kilogram, arasındakı məsafə 1 metr olan iki nöqtəvi cisim arasındakı cazibə qüvvəsinə bərabərdir. O da daş. Deməli, üçüncü. Sürtünmə, F sürtünmə nəyə bərabər? Mu F D. Mu'nu tapacağıq. F sürtünmə böl F T. Ən yaxşı üsul. Ədədlər qoy. 1 ilə 2 görürsünüz ki, düz mütənasib qrafikidir. Buna 5 qoysaq. Buna 2 qoysaq. Deməli, bu düz mütənasibdir. Əgər 2-yə də 2 dəfə artırsam 10 qoysam, buna da 4 qoyacaq və bir baxaq. Məsələn, 1-də F böl mu1. Mu1 üçün nə yazaram? Mu1 üçün yazaram. Mu'nun F'i neçədir? F'i neçədir? 2. F'ti də 2 böl 5. Onda 4. Mu1 oldu. Onda 4. Mu2 Mu2 4 böl 10. Mu2'nin 4 böl 10. 4 böl 10. O da onda 4. Mu3 ise 2 böl 10. 2 böl 10. O da onda 2'dir. Onda ne oldu? Mu1 Mu2'ye beraber oldu. Mu3 de onlardan küçüktür. O da Bakı. Dayağın reaksiya qüvvəsi. Dayağın reaksiya qüvvəsi nəyə bərabərdir? Ümumiyyətlə, reaksiya qüvvəsi mal müstəvidə mc cos alfa. Mc dedik ki, 22 vurun, 20 kosinusda 10'da 8
O da 16 Newton görürük. Deməli, 15. 15-ci sualda Venn diaqramıdır. Biz bilirik ki, artıq qrafikə baxarkən yer dəyişmə zaman asılı qrafikidir. Paraboladırsa bunun sürü nə edir? Yeyinləşir. Bu da bərabər sürətlidir. Bu da bərabər sürətli hərəkətdir. Bunu bilirik. Çünki ST ilə kvadratikdirsə bərabər yeyinləşir. ST ilə düz xətdirsə, düz mütənasibdirsə bərabər sürətli. Deməli, birinci bərabər sürətli hərəkət, ikinci, yəni bura 1-ə, 1 gedir ikinciyə, 2 yeyinləşən birincidir. Koordinatı zamandan xətti asılı. Əslində, koordinatı zamandan xətti asılı olan S-i necədir? Məsələn, koordinat düsturu nədir balam? X0 plus S. Görürsən mi? X0 sabit ədəd. S-i xətti olan budur da. İkincidir, değil mi? Ona görə də bu 3 gedəcək ikinciyə. Sürəti zamandan xətti asılıdır. Bunun sürəti sabitdir. Bunun sürəti xətti asılıdır. Gedəcək 4-ə. X oxunun əksinə gedir hər ikisi. Hər ikisi bu gedir X oxunun əksinə yeyinləşir. Bu da X oxunun əksinə yavaşır. O da deməli 5 də gedir hər ikisinə. Cavabı da yəqin özünüz seçərsiniz. 16-cı sual. Deməli, R1, R2 rezistorlarında gücün onlardakı gərginlik asılı qrafiki verilib. Bu rezistorlar ardıcıl birləşərsə, ümumi müqavimət nə qədər alır? Ümumiyyətlə, ardıcıl birləşəndə müqavimətləri nə etməliyik? Toplamalıyıq. Düzdür? Düzdür. Onda burada da güc, burada da müqaviməti tapacaq, bunun da müqavimətini tapacaq, sonra toplayacaq. Ümumiyyətlə, P güclə U arasındakı düstur. U kvadratı böl R. Və R-i tapsaq, düstur nədir? U kvadratı böl P. Düzdür? İndi birinə baxaq. Birincidə U kvadratı, U neçədir? 100. 100-ün kvadratı böl 30. Düzdür? Düzdür. Daha doğrusu 30'un kvadratı, 100 değil. Bakın uşaqlar, burada nə elədik? R-i tapıram, U kvadratı böl P. U burada 30'dur. 30, bakın bu nöqtədə U 30. 30'un kvadratı bölünsün, P-də 100, bu elədi 9. R1 9. R2'də nə yazacaqsan? R2'də 60'ın kvadratı bölünsün 100. R2'də 60'ın kvadratı, yani 3600 bölünsün 100. Bu da 36. Gördün? Deməli, R1'də tapdıq 9, R2'də tapdıq 36. Bu müqavimətlər də ardıcıl birləşirsə, topla getsin. O da 45 olacaq. 17. Elektrostatik sahədə işə baxırıq, deyir. Necə olacaqdır? Elektrostatik sahədə ümumiyyətlə sükunət vəziyyətindən hərəkətə başlayıbsa, deməli V0 neçədir? 0 deyil. Onda V də biz artıq bilirik ki, birinci sahədə də bərabər təcili hərəkət edər. V0 plus nə idi? AT idi. V0 0 olsa AT. Axı, birinci sahədə ümumiyyətlə əvəzləyici qüvvə nə idi? Q-Y. Təbii ki, digər təsirdən, yəni ağırlıq nəzərə alınırsa, onun da yerinə nə yazaram? Q-Y bölünsün M. Onu da yaza bilərəm. Bir də axı S-dən var. Bir də bu düsturda var. V bərabərdir. Kök altında V0-ın kvadratı plus 2AS. V0 0 olarsa kök altında 2AS. A-nı da yerində. Bax, buradan A-nı tapsaq, olacaq 2QY bölünsün M, bir də vurulsun S. Da 2QY bölünsün M olacaqdır. Dadaş 18'e baxırıq. Deməli 18-də
Artıq R U bölü i'dir. Bu da bizə hansı verir? U bölümümüz kotangens verir də, bilirsiniz. U bölümümüz var burada. U bölümümüz kotangensdir. Və 1-dən 3-ə getdikcə alfa artır. Ona görə də alfa 3 böyükdür alfa 2 böyükdür alfa 1-dirsə, bu da kotangens alfadırsa, onda alfa böyüdükcə kotangensin qiyməti azalır. Onda R3 kiçikdir R1, 2 kiçikdir R1 olacaqdır. Ya da dadaş olacaqdır. Bunu biz görürük. 19'da deyir ki, sürtünmə əmsalı mu onda 5'dir. Səs üzərində 2 kilogram olan arabacıq 25 Newton dartı qüvvəsinin təsiri hərəkət edir. Hansı qrafik arabacığın sürətinin prosesinin zamandan asılı grafikini verir. Baxın gözəl balalar. Bax bu F25 Newton, bax bu əvəzləyici qüvvə deyil. Sən əvəzləyici qüvvəni biz deyir, daha doğrusu biz əvəzləyici qüvvə ilə hərəkət eyni istiqamətdə yeyinləşir. Bu dartı qüvvəsidir. Biz bilmirik bunun sürtünməsi nə qədərdir. Sürtünməsini bilsək, onda biz biləcəyik ki, dartını verib, sürtünmə ondan böyükdürsə yavaşıyıb, sürtünmə dartdan kiçikdirsə yeyinləşir. Bərabərdirsə bərabər sürətli hərəkət edib. Sürtünməni də hesablamaq üçün mu-mr'yə baxaram. Mu-mr, mu onda 5, m 2, r 10, 20 vur onda 5, o da 10 Newton. Aha, sürtünməni tapdım 10, dartı da 25 Newton. Onda dartı böyükdürsə sürtünmədən, onda yeyinləşir. Amma yeyinləşir, bax, x-in əksinə yeyinləşir. O da y'dir. 20. Əvəzləyici qüvvənin modulu. Nə demişdik? Burada görsün period var. Əvəzləyici qüvvə m vur a-dır. Düzdür? Düzdür. A-nın da yerinə omega v yazsaq nə olacaq? Gələ baxaq. M vurulsun omega v, onda m omeganın yerinə də 2pi bölünsün t vurulsun v. Düzdürmü? M 2pi vt 2pi mvt böl t, o da daha dar. 21 saata aid bir məsələdir. Baxırıq. Deməli, nədir? Belə bir deməli, saata aid bir məsələdir. Deməli, belə bir saat çəkdik. Deməli, və fikir versək, bura 12, saat 12, 3, saat 6, burada da 9. Saatın 2 santimetrlik uzunluqlu dəqiqə əqrəbi. Baxın, saatın dəqiqə əqrəbi. 30 dəqiqə ərzində yer dəyişmə nə qədər olar? Tutalım ki, saatın dəqiqə əqrəbi 12-dən başlayır, məsəl üçün, hərəkətə. 30 dəqiqədə bu harda olacaq? Dəqiqə əqrəbi. Bax, dəqiqə əqrəbi 30 dəqiqədə fırlanar 6-ın üzərində duracaqdır. Düzdür? Yer dəyişmə nədir? Başlanğıc və sonu birləşdirən düz xətt var. Bu xətt. Onda olacaq 2 dənə nə? Radius. Əqrəbin uzunluğu da 2 cm. Yəni radiusudur da bu əqrəbin uzunluğu. Onda R bərabərdir 2 R'dir. R də 2 olduğu üçün 4 santi olacaqdır. Oldu. Ondan sonra 22. sual. Şaquli yuxarı atılmadır bu. Yavaşıb, tən 4-cü saniyədə yuxarıdadır artıq, sonra geri qayıdır və 8-ci saniyədə artıq yerdədir. Düzdürmü? Düzdür. Qalxma hündürlüyü. Biz nə demişdik? Qalxma hündürlüyü V0 kvadratı böl 2R'də ola bilər. Bir də RT qalxmanın kvadratı böl 2. Baxın, gözəl balonlar. Baxın, bu qalxma 4 saniyədir. Bunu oraya qoymalıyım. Onda 10 vurulsun. Qalxmanın kvadratı 4'ün kvadratı böl 2. 5'i də 16'ya vursaq 80 metr. O da Y variantı görürsən. 23. EHG verib.
EHG verib, EHG-ni verib bizə neçə volt? 20 volt. Sonra dövrəyə qoşulduqda cəryan şiddəti 2 amper, mənbənin daxili müqaviməti kiçik r 2 ohm, faydalı iş əmsalını tapaq. Ümumiyyətlə, bunun həllini burada sizin üçün yazıram. O burada yazıram, bunun həllini burada yazacağım sizin üçün. Faydalı iş əmsalı etamızın belə bir düsturu vardı. 1 çıxılsın, belə yazıram da, U bölünsün, epsilon vurulsun 100 idi. Sonra onun yerinə də yazılır epsilon çıx yer, bölünsün epsilon mötərizədə vurulsun 100. Vəssalam. Hamısı var. Epsilon yəni 20 çıxılsın IR. IR 2 vur 2. 4 bölünsün epsilonu. Bölünsün yəni 20 vurulsun 100. 16'ını da 20'ye böləndə 10'da 8 100'ə vuranda 80%. Deməli 23'ün cavabı 80% oldu. Bu da belə. Deməli 24. Kütləsi 30 kiloqram olan sürətin prosesi zamanı asılı qrafiki verilib. Mən də baxıram ki, bu necə hərəkət edib bala. V0 çıx AT deyil bu. Və sürətin. Onda yavaşlayıb da demək. Deməli 12. Bax bunun üzərində düsturu yaz. V0 çıx AT. Deməli A'ya neçədir? 3'dür. Vermək olur. Və sürtünmə qüvvəsi nə qədərdir? 110 Newton. Aha, sürtünmə neçə? 110 Newton. Və mənə deyir ki, dartını tap. Qüvvəli, dartı qüvvəsini. Mən bilirəm ki, hərəkətə baxmalıyam da. Yavaşlayandırsa, sürtünmə dartıdan böyükdürsə, onda əvəzləyəcək. Yəni EMA sürtünmə çıx dartı. Yeniləşən olsaydı, dartıdan sürtünməni çıxacaqdı. Vəssalam. M verib mi? Verib. Neçə? 30. A verib mi? Verib. Baxın 3. 30 vur nə? 3. Düzdür. Mənfi 3'dür. Burada modlu yazacağım. Bura verdi nə? 90. Bərabərdir. F sürtünmə 110. 110'dan nəyə çıxsam 90 edir? Təbii ki 20. Onda dartı qüvvəsi neçə Newton? 20 Newton. Bir də deyirəm. Baxın M. M neçədir? 30. Vurulsun. M 30. A3. Bərabərdir. Sürtünmə də 110. Deməli, bura 90'dır. 30, 90. 110'dan nə çıxsaq 90 edir? 20 Newton. Deməli, dartı 20 Newton'dur. 20. Sərnişinin yerə nəzərən sürətinin modulunu hesablayaq. Yerə nəzərən sürətlər eyni istiqamətdə toplanmalıdır. Eskalatorun hərəkəti sürəti 1 metr bölü saniyə. Onunla eyni istiqamətdə deməli, eyni 1,5 metr böl saniyə sürətlə gedibsə, onda yerə nəzərən sürətdə eyni istiqamətdə topla geçsin. O da 2,5 metr bölü saniyə olacaqdır. 26. sual. Bu hansı qüvvədir balam? Səthə perpendikulyar yuxarı reaksiya qüvvəsidir. Bunu bilirsən. Deməli, dayağın reaksiya qüvvəsidir. Hansı reaksiya qüvvəsinin düsturu nə idi? MC kosinus alfadır. Deməli, MC yox, MC kosinus alfadır. Deməli, 2 doğrudur, 4 doğrudur. Bir də elektromaqnit təbiətli qüvvədir. 2, 4, 6. 27. sual. Verilmiş radiuslu, yəni R sabitdir. Bərabər sürət hərəkətə tezliyi 2 dəfə artır. Aha, periyod istəyir. Periyodla tezlik tərs asılır. Tezlik 2 dəfə artıbsa, periyod 2 dəfə azalır. Deməli, nə demişik? Birinciyə olacaq, periyod 2 dəfə azalar A. Düzdür? Xətti sürət V də radius sabitdir də. 2pi nu R ya da ki 2pi daha doğrusu omega R. Onsuz da nu sabitsə, tezlik sabitsə, bucaq sürəti də sabitdir. Omega R. Düzdür? Düzdür. R sabitdir. Şərt də deyir ki 2 dəfə artıb. Artıbsa V də 2 dəfə artar. O da B'dir.
Və mərkəzə qaçma təcili omega kvadratı r. Bu isə ya da ki 4pi kvadratı n kvadratı r. Biz ona nu deyirdik də o tərəfdə. Burada da n deyirik. N düsturdur. Nu neçə dəfə artıb? 2 dəfə. Onda a 4 dəfə artar. O da d-a dar. 28-ci sual. Biz bilirik ki, qrafikdə bizə əvəzləyici qüvvənin nədən asılılığını istəyir? Əvəzləyici qüvvənin deməli, zamandan asılılığını istəyir. Baxın, əvəzləyicinin zamandan asılılığı. Bu necə hərəkətdir, balam? Bu, yavaşır, ST ilə yıxılan parabol, yəni kvadratik, yavaşayan, sonra da ST ilə xəttdir, düz mütənasib. Onda necə hərəkətdir bu? Bərabər sürətli hərəkətdir. Deməli, birinci yavaşayan, düzdürmü? Baxın, ikisi də x oxu tərəfidir, eləmi? X oxu, deməli, birinciyə nə deyirdik? X oxuna tərəf gedirsə, yəni sıfırdan t1-ə, V oxu o tərəfə, A da onun əksi, yavaşayandır aha. Deməli, A mənfi, deməli, birinci F də mənfi. İkinci də ST ilə düzdürsə, bərabər sürətlidir. Onda A sıfırdır. Baxın, belə bir qrafik olacaqdır. 29. Deməli, 29-da demək olar ki, burada səhv götürmək, belə deyək də, bəziləriniz səhv edir burada. Nəyə səhv edir? Görəcəksiniz. Deməli, birinci olaraq mənə nə deyir? Lingin üfüqi istiqamətdə tarazlıqda qalması üçün asılan ikinci cismin yerini və kütləsini müəyyən edir. Baxın, bu cismidir hardan asaq? Yəni K, L, M, N, S-dən və həm də kütləsini tapaq. Yaxşı, bunu əgər cisim tarazlıqdadırsa, baxın, cisim tarazlıqdadırsa, onun kütləsini momentlər qaydası ilə yox. Əvəzləyici qüvvə nəyə bərabərdir? Sıfırdırsa, bax, tarazlıqda nədir? Əvəzləyici qüvvə neçədir? Sıfır olmalıdır. Bu bir. Bura nə qədərdir? 300 Newton. Düzdürmü? Burada 300'dür. Onda bu nə qədərdir? 600 Newtondur. Düzdür? Düzdür. İndi bu 50 kiloqramdırsa, oldu nə? 500 Newton. Deməli, bunun ağırlığını 600 yuxarı, 500 aşağı, deməli, 100 Newton da aşağı olmalıdır ki, bu sıfır olsun. Onda bunun ağırlığı olacaq 10 kiloqram. Yəni, kütləsi 10 kiloqram. Baxın, bunu mən kütləyə çevirdim. J'yə vurdum. Baxın, 600 Newton, 500 Newton aşağı, 100 Newton da aşağı olacaq, əvvəlcə 0. Onda bu neçə? 10 kiloqram. Bax, 10 kiloqram kütləni bundan tapa bilərik. Ondan sonra tarazlıqda saxlamaq üçün moment qaydasını istifadə edək. Nə deməkdir? Deməli, artıq bunu silin buradan. Bunun qolu artıq budur. 50 vurulsun neçə? X. Bu da neçədir? 10 vurulsun. Neçə olmalıdır? Baxın. 50 vurulsun. Baxın, yazıram. 50 vur X bərabərdir. 10 vurulsun. Nə bilim, Y olsun. Y-i tapaq. Y-də olacaq nə? 5. Yəni, bu Y qol deyil. M2-nin qolu. Yəni, fırlamadan 5 damı. 1, 2, 3, 4, 5. Deməli, bunu buradan asmalıyıq. 10 kiloqram. Gördünüz mü? İndi yoxlayaq özümüzü. Deməli, 10 vurulsun. Buradan bura neçədir? 5, 50. 50 vur 1, 50. Bərabər olmalıdır momentlər. Deməli, 10 kiloqram kütlə S nöqtəsindən asmalıyıq. 30. Demək, 30-cu sualda rezistor, lampa və lampa qoşulmuş dövrənin bir hissəsi verilmişdir. Dövrəyə qoşulmuş lampanın gücünü hesablamaq üçün istifadə olunan elementlər hansılardır? Baxın, lampanın gücünü, baxın, güc hesablamaq üçün istifadə olunan elementlər hansılardır? Bu cür dövrənin sxemini elementlərin adları göstərilməklə çəkin. Yəni, təbii ki, güc hansı gücünü hesablamaq üçün cihaz lazımdır. Məsəl üçün, mən gücün düsturuna baxıram. P bərabərdir nə ilə taparaqsan?
Misal üçün radiator var. Daha doğrusu I, U. I, U ilə hesablaya bilərəm. Necə hesablayaram? I nədir? Amper, metr, cəryan şiddəti. Amper, metr bağlamalıyam. Amper, metr necə bağlayaram? Ardıcıl. Bir də lampanın gücünü istəyirsə, lampanın gücü, onda lampaya bir voltmetr birləşdirməliyəm və bunu da dövrəyə birləşdirməliyəm və salam. Baxın, gözəl vallahi. Bax, burada lampanın gücünü istəyir. Lampanın gücünü. Birinci olaraq ampermetr ardıcıldır. Elə lampadan həm də axan cəryanı göstərir. Amma mən voltmetri belə çəksəm, bu rezistoru ölçər. Ona mənə lazım deyil axı bu rezistorun gərginliyi. Mənə lazımdır ki, lampanın gərginliyi olsun. Ona görə də cavab olacaq hansı bu? Ona nə olacaq? Bunun adını burada da qeyd etməliyəm. Ampermetr. Bu da voltmetr. Və salam. Bu qədər. Uşaqlar, baxın, nə sualınız varsa kommentariyada qeyd edin. Çalışın ki, əgər belə deyək, sizin biliyinizdə nəsə zərrə qədər artırdısa, bəyənə bilərsiniz. Bəyənin, abunə olun və salam. Özünüzə yaxşı baxın. Allah amanında.